Əgər sən də bəzən belə düşünürsənsə ki, mən insanlara anlayışla yanaşıram, amma sonda məndən istifadə edirlər. Ya da əksinə, hissləri bir kənara qoyub qərar verirəm, amma deyirlər ki, çox sərt adamsan. Onda bu video elə məhz sənin üçündür. Çünki bugün empatiya ilə soyuqqanlıq arasında ilişib qalan rəhbərlik dilemasından danışacağıq. Hansı daha vacibdir? Hansı uğur aparır? Yoxsa bu sualın özü səhvdir? Salam dostlar, kanala xoş gəlmisiniz. Bildiyiniz kimi, rəhbərlik etmək təkcə tapşırıqlar vermək və nəticə tələb etməklə məhdudlaşmır. Bura həmçinin insanlarla işləmək, onları motivasiya etmək, çətin qərarlar vermək və bəzən də çay fəsiləsində kiminsə dərdini dinləmək də daxildir. Gəlin indi bu iki qəhrəmana nəzər salaq. Empatiya və soyuqqanlılıq. İkisi də fərqli dünyaların nümayəndəsidir. Təsəvvür edin, Elçin adında bir rəhbərimiz var. Elçin çox empatik insandır. Komandasında kimin övladı xəstələnsə, ilk zəng edən odur. Kim stres içindədirsə, onu bir kənara çəkib, nə olub, danış görüm deyir. Elçinlə işləmək rahatdır. Onun otağına girəndə sanki psixoloqa gedirmiş kimi hiss edirsən. Amma bir problem var. O da ki, nəticələrdir. Layihələr gecikir, tapşırıqların vaxtı ötürülür. Amma Elçin heç kimə demir ki, bəs bu işi niyə görmədin? Deyir, insanlıq da hamımız. Yəqin evində problem var. Beləliklə, komanda Elçini sevir, amma işlər yubanır. İndi isə Nigarla tanış olun. Nigar tamam başqa aləmdir. Otağına girəndə adam düz dayanır, nəfəsini saxlayır. Tapşırıq yerinə yetirilməyibsə, Nigar deyir, bağışlayın, mən nəticəyə baxıram, səbəblə maraqlanmıram. Onunla işləmək çətindir. Bəs nəticələr? Nəticələr superdir. KPI-lər uçur, vaxtı-vaxtında hesabatlar verilir, dəqiq planlama aparılır, bir sözlə hər şey qaydasındadır. İndi sual yaranır, hansı doğrudur? Empatiya ilə sevilmək, yoxsa soyuqqanlılıqla nəticə almaq? Əslində bu çay yaxşıdır, yoxsa kofe sualına bənzəyir. Cavab isə, hansı vaxtı içirsənsə o yaxşıdır. Empatiya və soyuqqanlılıq da belədir. Hərəsin vaxtı, yeri və öz funksiyası var. Empatiya insanları başa düşməyi, onların hisslərini görməyi tələb edir. İnsanlar sənin yanında özlərini güvəndə hiss edirlər. Məni başa düşür deyirlər. Bu, komanda ruhunu gücləndirir. Xüsusən də emosional vəziyyəti çətin olan əməkdaşlarla işləyərkən empatiya çox faydalıdır. Amma empatiya balanssız olanda, yəni hər kəsin bəhanəsinə qulaq asıb onları yola verəndə nəticə aşağı düşür, işlər yubanır və məsuliyyətsizlik artır. Soyuqqanlılıq isə sənə dəqiq qərarlar verməyə kömək edir. Emosiyalara qapılmırsan, vəziyyəti analiz edirsən və nəticəyə fokuslanırsan. Belə rəhbərlə işləmək çətin olsa da, insanlar bilirlər ki, burada hiss yox, iş danışır. Amma bu yanaşma da ifrata varsa, insanları uzaqlaşdırır. Çünki heç kimin hissləri olmayan robot rəhbərlə işləmək istəmir. Əslində, uğurlu rəhbər həm empatiyalı, həm də soyuqqanlı ola biləndir. Yəni, həm səni başa düşürəm, həm də bu işi görmək lazımdır deyə bilən insandır. Gəlin, real həyatdan bir nümunəyə baxaq. Təsəvvür edin ki, əməkdaşınız sizə yaxınlaşıb deyir. Tapşırığı vaxtında çatdıra bilmədim, çünki ailəvi bir problemim oldu. Empatik rəhbər dərhal belə cavab verir. Çox təəssüf, keçmiş olsun, nə baş verib, kömək edə biləcəyim bir şey var? Soyuqqanlı rəhbər isə çox ehtimal ki, belə deyəcək. Ailə məsələləri başa düşüləndir, amma bizim üçün vacib olan işin nəticəsidir. Gecikmə yol verilməzdir. Amma balanslı və ideal rəhbər bu vəziyyətdə belə yanaşar. Çox pis oldum, keçmiş olsun. Ümid edirəm hər şey yaxşılığa doğru gedir. Eyni zamanda gəl birlikdə baxaq. Növbəti dəfə belə hallar yaşanarsa, necə əvvəlcədən tədbir görə bilərik ki, həm sən çətinliyini rahat həll edə biləsən, həm də işlər gecikməsin. Yəni, anlayış üstəgəl məsuliyyət bərabərdir balans. Sonda belə deyək, empatiya sənin komandanla mənəvi əlaqə qurmağındır. Soyuqqanlılıq isə beyinlə qərar vermə bacarığıdır. İkisindən biri çox olanda ya mənəvi xaos yaranır, ya da rəhbər dəmirdən olur. Amma ikisini birlikdə idarə edə bilsən, həm insan, həm də nəticə qazanarsan. Bəs sən necə düşünürsən? Empatik rəhbər, yoxsa soyuqqanlı idarəçi? Yoxsa ikisini də balanslayan nadir nümunə? Fikirlərini şərhlərdə bizimlə paylaş. Videonu bəyəndinsə, dostlarınla bölüş və bizi izləməyi unutma. Əgər bu tip mövzular sənin üçün maraqlıdırsa və rəhbərlik bacarıqlarını daha sistemli şəkildə inkişaf etdirmək istəyirsənsə, Pro Management Akademinin layihə idarəetmə kursuna nəzər yetirə bilərsən. Videonun təsviri bölməsində linki paylaşacağam.
Sənə həm anlayışlı, həm də güclü liderlik yolu arzulayıram. Görüşənədək.